Salam əziz müəllimlər və müəllim olmağa hazırlaşan müdavimlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Sizlər üçün MİQ çərçivə sənədinə yeni əlavə edilmiş Abbas Qulağa Bakıxanovun İblis və Qurd təmsilini izah edəcəm. İzaha keçmədən öncə qeyd edim ki, dəyərli müəllimlər, hazırda dərslərimizə qeydiyyat davam edir və dərslərimiz onlayn şəkildə Zoom proqramı vasitəsilə keçilir. Əgər siz də dərslərimizə qoşulmaq və yaxud dərslərimiz haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, o zaman 055 314 2298 nömrəsi ilə əlaqə saxlayaraq daha ətraflı məlumat əldə edə bilərsiniz. İndi isə başlayaq əsərin təhlilinə. Bir almanın içində bir qurd vardı. Nagahan külək qopdu, ağacı silkələdi durmadan. Beytin izahı belədir ki, bir almanın içində bir qurd var idi. Qəflətən külək qopdu, nagahan qəflətən birdən deməkdir. Külək qopdu, ağacı silkələdi durmadan. Yəni, qəflətən külək əsir, ağacı durmadan silkələyir və alma ağacının da başında, almanın içində bir qurd olur. Alma qopub budaqdan düşərək yerə dəydi, qurd da düşüb qorxuya əvvəlcə nalə çəkdi. Yəni, almanın içində olan qurd, alma budaqdan yerə düşür və qurd da almanın içində idi, o da alma ilə birlikdə yerə düşür. Qurd əvvəlcə qorxuya düşür və nalə çəkir. Sonra gördü sağ qalmış, sakitləşdi bir qədər, ahəstə çölə çıxıb, saldı ətrafa nəzər. Qurd sonra görür ki, sağ qalıbdı və nalə etməkdən əl çəkir, sakitləşir. Ahəstə, sakit şəkildə çölə nəzər salır, ətrafa baxır, başını yəni çölə çıxardır. Qamətini qaldırıb dedi, mənəm qəhrəman, özünü qəhrəman adlandırır. Zərər yetirməz mənə nə bir külək, nə tufan. Artıq burada qürrələnir və özünü qəhrəman adlandırır və deyir ki, mənə nə külək, nə də tufan zərər yetirə bilməz. Bizim bala qurdcuğaz hey döşünə döyürdü, qabil şəxsiyyət kimi hey özünü öyürdü. Bu müəllif təkkəsidir. Müəllif qeyd edir ki, bizim bala qurdcuğaz, yəni balaca qurd, hey döşünə döyür, yəni öyünür, qürrələnir, özünü qabil bir şəxsiyyət kimi hesab edirdi və özünü öyürdü. Və deyirdi, bu qurdun nitqidir, çox gərəkli varlığam ki, belə mən, Allah məni qurtardı qəbr içində ölümdən. Və qurd deyir ki, mən çox gərəkli varlığam, belə ki, məni Allah qurtardı, qəbr içində ölümdən qurtardı. Ona görə ki, mən gərəkli varlığam. Orada yaxın bir ilbiz sıxılıb daxmasına. Qurda yaxın bir iblis sıxılıb daxmasına, ətrafı seyr edirdi. Qurd onun baxmasına nəzər salıb fəxrlə bağırdı. Ey, bura bax, gör mən necə qoçağam. O biraz da qalxaraq alma üstə dikəldi. Dedi, minarəyəm mən, yaxın gəl, ta sayəmdə qorunasan küləkdən. Burada qeyd olunur ki, qurda yaxın olan bir ilbiz orada daxmasına sıxılmışdı və ətrafı seyr edirdi. Qurd onun baxmasını, yəni ilbizin buna baxmasını görür və ona nəzər salaraq fəxrlə ona bağırır. Ey, bura bax, yəni ilbizi səsləyir, özünü qoçaq adlandırır. Gör deyir, mən necə qoçağam. Və biraz da yuxarı qalxaraq, başını biraz da yuxarı qaldıraraq almanın üstə dikəlir və özünü minarə adlandırır. Deyir, mən minarəyəm, yaxın gəl, ta sayəmdə qorunasan küləkdən. Yəni, mənim sayəmdə küləkdən qorunasan. Əvvəldə də qeyd etmişdi ki, mən nə küləkdən, nə tufandan qorxmuram. Yəni, onlar mənə təsir edə bilməz. Lakin ilbiz sıxıldı etibarlı qınına. Dinməyib altdan baxdı heyrətlə ona. İlbiz ona heç bir cavab vermir, sadəcə İlbiz onu dinləyir, ona altdan heyrətlə baxır və öz qınına sığınır, etibarlı qınına sığınır. Birdən külək başqa bir güclə əsdi, çoxaldı. Ağacdan yer üstünə böyük bir alma saldı. Yenidən güclü bir külək əsir və külək əsdiyi zaman ağacdan yerə bir alma düşür. Alma düşdü dost doğru məğrur qurdun başına. Bu qoçağı döndərdi dərhal xəmir aşına. Alma ağacdan düşür, düz qurdun başına gəlib düşür və qoçağı, yəni özünü qoçaq adlandıran qurdu dərhal xəmir aşına, yəni qurdu əzir. Hava sakitləşəndə ilbiz çıxdı yuvadan, gördü əzilmiş səfeh, təkəbbürlü pəhlivan. Bu müəllif təkkəsidir. İlbiz dərhal çölə çıxmır, yəni öz qınından çıxmır. Külək dayanır, hava sakitləşir və ilbiz çıxdı yuvasından. Gördü ki, təkəbbürlü pəhləvan, yəni lovğa, özünü pəhləvan adlandıran, qorxmaz adlandıran, qoçaq adlandıran, qəhrəman adlandıran qurd əzilibdir.
İlbiz ahəstə dedi. İlbiz əvvəldə heç bir nitq söyləmir. Artıq qurdun əzildiyini görəndən sonra İlbiz ahəstə, sakit şəkildə deyir. Budur şöhrətin sonu. Yersiz öyünmək, qürur məhv etdi axır onu. Yəni onu məhv etməyin səbəbi onun qüruru idi və şöhrətin özünü, yəni mənəm deməyin, şöhrətin sonu da məhz budur. Yersiz öyünməyin, yəni sonu, şöhrətin yersiz öyünməyin sonu və eyni zamanda onun qüruru onu məhv etdi. Daha sonra inanın bu ilbizə bir hikmət söyləyim mən. Öz yurduna sığınmaq yeydir sarsaq ölümdən. Bu da müəllif təkkəsidir. Bunu ilbiz demir. İlbiz sadəcə yuxarıdakı beytdəki fikri söylüyor. Və ardından müəllif təkkəsinə deyilir ki, inanın bu ilbizə. Bir hikmət söyləyim mən. Mən də deyir bir hikmət söyləyim. Öz yurduna sığınmaq, yey yaxşı deməkdir. Öz yurduna sığınmaq sarsaq ölümdən daha yaxşı olduğunu qeyd edir. İndi isə gəlin əsərin təhlilə bağlı bəzi qeydlərə baxaq. Əsər janr olaraq təmsil janrındadır və epik növdədir, yazılı ədəbiyyat nümunəsidir, nəzmlə yazılıbdır, məsnəvi şəklindədir və məsnəvi şəklində olduğu üçün qafiyə quruluşu təbii ki, məsnəvi kimi qafiyələnibdir. AA, BB, CC, DD, EE, ə şəklində qafiyələnibdir və məsnəvi janrında yox, məhz məsnəvi şəklində yazılıbdır, ikilik şeir şəklində yazılıbdır. Burada şəxsləndirmədən istifadə olunubdur. Şəxsləndirmə nədir? Heyvanın və yaxud da digər cansızların insan kimi, yəni canlandırılması, insana aid olan xüsusiyyətlərin onların üzərinə köçürülməsi, şəxsləndirilməsidir ki, burada ilbiz və qurd şəxsləndirilmiş obrazlardır. Almanın yerə düşməsinə səbəb məhz küləyin əsməsi olur. Külək əsdiyi üçün alma yerə düşür. Qurd yerə düşən almanın içində olur, yəni almanın içində olur və alma ilə bərabər yerə düşür almanın içində. Əvvəlcə qorxur, nalə çəkir, sonra sağ qaldığını görüb sakitləşir. Almanın içindən çıxıb özünü qəhrəman adlandırır, lovğalanır, eyni zamanda ona nə küləyin, nə də tufanın təsir edə biləcəyini söyləyir. Qurd özünün çox kərəkli varlıq olduğunu da bildirir və hətta çox gərəkli varlıq olduğu üçün Allahın onu ölümdən qurtardığını da deyir. İlbiz isə qurdu seyr edir, amma ona heç nə demir. Sadəcə dinmədən onu seyr edir. Qurd İlbizə fəxrlə bağıraraq müraciət edib özünü qoçaq, minarə adlandırır. İlbizə onun sayəsində küləkdən qorunmağı söyləyir. Yəni deyir ki, mənim sayəmdə gəl sən də küləkdən qorun. Yəni mənim sayəmdə küləkdən qorunmağı da deyir. İlbiz qurdun sözlərinə heç bir cavab verməyib öz qınına girir. Yəni ona heç bir reaksiya vermir. Növbəti dəfə külək əsdiyi üçün başqa bir alma ağacdan yerə düşür, qurdun üstünə düşür və qurd əzilir. Yəni qurd ölür. Hava sakitləşdikdən sonra, yəni dərhal yox, hava sakitləşdikdən sonra İlbiz öz qınından çıxır və lovğa pəhləvanın əzildiyini görür. Burada lovğa, yəni təkəbbürlü pəhləvan dedikdə qurd nəzərdə tutulur və eyni zamanda bunu İlbiz yox, məhz müəllif təkkəsində görmüş oluruq. İlbiz şöhrətin sonunun belə olduğunu, yersiz öyünməyin, qürurun onu məhv etdiyini söyləyir. Sonda isə öz yurduna sığınmağın sarsaq ölümdən daha yaxşı olduğu vurğulanır. Bu məqamsa İlbiz demir, bunu müəllif deyir. Yəni burada müəllif təkkəsi olur. Müəllifin öz adı çəkilmir və yaxud da təxəllüsü çəkilmir, adına və ya təxəllüsünə müraciət də yoxdur. Digər bir qeydə baxaq. Nagihan sözü ilk beytdə var idi və nagihan sözü qəflətən birdən-birə mənasını ifadə edir. İlbiz bir beytdə cəmi İlbizin nitqinə yer verilir. Qurd isə birinci hissədə nitqinə yer verilir. İlbiz qurd ilə diyaloqa girmir, yəni İlbiz ona cavab vermir. İlbiz deyir, daha doğrusu qurd deyir, İlbiz isə onu dinləyir, lakin ona heç bir reaksiya, ona bir cavab vermir. İlbiz müdrik, ehtiyatlı obrazdır. Qurd isə lovğa, özündən razı, məğrur biridir. Qurd özünü qəhrəman, gərəkli varlıq, qoçaq, minarə hesab edir. Lakin bunu İlbiz demir ona. Yəni qurd özünü qəhrəman, gərəkli varlıq, qoçaq, hətta gərəkli varlıq olduğu üçün Allah onu öldürmədiyini, qoruduğunu da deyir. Özünü qoçaq adlandırır, minarə hesab edir. Və müəllif İlbizi təkəbbürlü pəhləvan adlandırır. Yəni daha doğrusu qurdu. Burada yanlış gedib. Müəllif qurdu təkəbbürlü lovğa adlandırır. İlbizi adlandırmır və yaxud da ki, İlbiz
qurdu təkəbbürlü pəhləvan adlandırmır. Onu müəllif adlandırır. Qurd almanın içində olduğu üçün alma ilə bərabər yerə düşdür, sağ qalır almanın içində. Lakin onun ölümünə səbəb də digər bir almanın göydən düşərək, onun başına düşərək onu əzməsi olur. Yəni almaya görə yerə düşəndə sağ qalsa da digər almanın onun başına düşməsi ilə ölümünə də səbəb olmuş olur. Belə dəyərli müəllimlər, Qurd və İlviz əsərinin təhlili bu qədər. Əgər videonu bəyəndinizsə, zəhmət olmasa videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.